Ağanın zuhuruna təcil qərar versin. Ağanın gəlişinə xidmət edib ləyaqətimiz olsa rikabında şəhadəti bizlərə nəsib eləsin. Ağanın gəlişini yubadan günahlarımızın üzərindən qələmə əfv çəksin. Ağanın dualarını bizim barəmizdə xeyirli qərar versin. Allah'ım verək izzət cəlalına, müminlərin izzətin günə-gün artırsın. Allah'ım verək izzətinə, cəlalına, əzəmətinə, Allah'ın Allahlığı xatirinə bu gecə bizləri bağışlanmış qullarından, bəndələrindən qərar versin. Allah bundan sonra günaha gedən yolları üzümüzə bağlasın. Allah ibadətin şirinliyin bizlərə datdırsın. Allah'ın verək izzət cəlalına, bəndəçiliyin şirinliyin bizlərə datdırsın. Günahın acılığın bizlərə hiss elətdirsin. Bizləri dini İslamidə, bu əqidədə sabit qədəm qərar versin. Qəbrin əvvəl gecəsi Nuri vilayəti Əmiril Mümininlə bizləri məhşur eləsin. Qəbrin əvvəl gecəsində, o hesab kitabda, o çətin anlarda Əhl-i Beyt əleyhissalamları başımızın üzərində hazır-nazır qərar versin. Allah'ın verək izzət cəlalına, bağışlanmamış bizləri dünyadan aparmasın. Namazsız, Qur'ansız, şəhadətsiz bizləri dünyadan aparmasın. Allah'ın verək Allahlığı xatirinə bizləri bu gecənin müminlərini bağışladığı kimi, əziz bəndələrini bağışladığı kimi, biz günahkarların da günahlarının üzərindən qələmi əfv çəksin. Allah'ın verək izzət cəlalına, şəhidlərimizi Peyğəmbər, Ali Peyğəmbərlə məhşur eləsin. Şəhid ailələrinə səbir kərəm eləsin. Yaralı qazilərimizə, xəstələrimizə, bu cəmin xəstələrinə, nəzərdə olan xəstələrə iltimas edib bizlərdən dua istəyiblər. Allah bizlər o xəstələrin yanında, bizlərdən dua istəyənlərin yanında şərməndə eləmə. Bütün xəstələrimizə acil şifalar kərəm elə. Allah'ın verək izzəti cəlalına, əzəmətinə, xalqımızı, millətimizi, tamamen İslam ümmətini yerin göyün bəlalarından, fitnələrindən amanda saxlasın. Allah'ın verək izzət cəlalına, bu xalqa, bu millətə, bu dinə, bu əqidəyə xidmət edənləri günə-gün mənsur eləsin. Xəyanət edənləri məhv nabud eləsin. Bizlərə rəhm eləməyənləri bizlərə müsəllət eləməsin. Allah İslamın, müsəlmanların vəhdətin günə-gün artırsın. Allah müsəlmanların, İslamın izzətin günə-gün artırsın. Allah'ın verək izzətinə, cəlalına, əzəmətinə. Allah evladlarımızı salih, sağlam, Əhl-i Beyt dostlarından qərar versin. Evlad olmayanlara salih evladlar nəsib eləsin. Bol, bərəkətli, minnətsiz, halal ruzubu cəməyə nəsib eləsin. Borcu olanların borcunu öz qeyb xəzinəsindən əta eləsin.